Salam uşaqlar birdən. Verdiyim qəbul suallarının izahına baxırıq. Birinci dinləmə haqqında danışaq. Dinləmədə deyir ki, ortancıl və böyük uşaqlar haqqında danışırdı. Birth Order-dən danışır. Linda Blair'in yazdığı Birth Order kitabından. Ümumiyyətcə Birth Order bir termindir. Onun haqqında kitab yazıb. Orada da deyir ki, uşaqların evin böyük, orta və ya balaca uşaq olmasına görə xarakterləri dəyişir. Danışanda da bir böyük uşaqlardan danışır, bir də kiçik uşaqlar, ortancıl uşaqlardan danışır. Neysə. Bir də deyir ki, böyük ortancıl uşaqların xarakteristikasında nə vurğulanır? Vurğulanırdı ki, bir həssasdırlar, nə bilim, məqsədsizdirlər, hamı ilə yola gedəndirlər, rahatdılar və s. bu formada danışır. Empatiyaları var, hamı ilə yola gedirlər, amma həyatda məqsədsizdirlər. Məsələn, A bəndə məqsədli olduqları üçün səhvdir. Empatiyaları yoxdur dediyi üçün səhvdir. They often feel reject, özləri rədd edilmiş hiss edirlər, səhvdir. Bu böyük uşaqlara aiddir. Sonra leadershipdə yaxşıdırlar, liderlikdə yəni səhvdir, bu böyük uşaqlara aiddir. Cavab olar Y bəndi, həssaslar digərlərinə qarşı və hamı ilə yaxşı yola gedirlər. 2. Böyük uşaqlar əksərən özgüvənsiz olur. Nəyə görə? Çünki balacalar doğulanda özlərini atılmış hiss edirlər. A bəndidir cavabım. 3. Hansının cavabı yoxdur? A-da deyir ki, Birth Order əsas fokusu nədir? Uşaqların xarakteri. B bəndi. Ortancıl uşağın potensial negativ tərəfləri hansılardır? Deyir ki, orada unambitiousdırlar, yəni ki, məqsədsizdirlər. B-nin cavabı var. C-də hansı önemli təsirləri var. Nəyi? Yəni family position. Ailədə neçənci uşaq olmasının deyir ki, hansı təsirləri var? Bunda cavabı var. D-da deyir ki, böyük uşaqların xarakterləri nədir, nə deyir onlar haqqında? Deyir ki, liderdirlər, məsuliyyətlidirlər, daha diqqətçidirlər və s. D-nın cavabı var. 7-si deyir ki, how do cultural difference impact the Important of birth order in shaping individuals. Deyir ki, burada mədəniyyət fərqi bunlara, yəni bu xarakterlərə necə təsir göstərir? Mədəniyyətdən danışmaq daha. Falan mədəniyyətdə nə cürdür, bəhmə mədəniyyətdə nə cürdür? Heç nə demir. Y bəndi səhvdir. Y bəndin cavabı yoxdur, ona görə Y-ni götürürəm. 4. Hansı düzdür? The oldest children are not responsible. Böyük uşaqlar məsuliyyətli deyil, səhvdir. B bəndi. Prezidentlər əksərən ortancıl uşaqlar olur, səhvdir, böyük uşaqlar olur. C bəndi. Böyük uşaqlar yaxşı lider deyirlər, səhvdir. D-də deyir ki, ortancıl uşaqlar rahat deyirlər, əksinə rahatdılar. Cavab bir dənə qalır Y. Kitab Linda Blair tərəfindən yazılmışdı. Dinləmənin elə ilk cümləsində deyir bunu. Gəldim 5-ə. Diyalogdan aydındır ki, Birth Order has no impact, səhvdir, təsiri var, burada təsiri yoxdur deyil. B bəndi, ortancıl uşaqlar çox ambisiyalıdırlar, istəklidirlər nəyəsə, xeyr səhvdir, yəni məqsədsizdirlər. C bəndi, youngest children, ümumiyyətlə ən balacalardan danışmadı, C bəndi səhvdir. D bəndi, ortancıl uşaqların problem həll etmək yaxşıdır, bəli, rahat olduqları üçün problemləri də yaxşı həll edirlər. D bəndi düzdür. 7 deyir ki, böyük uşaqlar indifferentdirlər, yəni laqeyddirlər, vecizdilər, səhvdir. Gəldim mətnimə. 2 dəqiqə. Aha. Deməli, gəldik mətnimizə. Thomas Coyot haqqında mətndir. Nə bilim, bu haralar səyahət eləyib, hansı yerlər haqqında məktublar yazıb göndərib və publish eləyib, nə bilim, kitab yazıb və s. 6.1. 6.1-də deyir ki, Coyot çox travel eləyib, yəni ki, səyahət eləyib, amma as it was said, çox təhlükəsiz olduğuna görə əksinə unsafe deyirdi, təhlükəli deyirdi. Çünki tanımadığın yerlərə gedirdə necə təhlükəsiz olsun ki, bu olur false. Ve ikinciye geldim. Prince Henry hired Korea after the latter finished his education. Prince Henry Korea'yı işe götürür. Ne vaxt işe götürür? Təhsilini bitirəndən sonra. Düzdür. Mətnində də deyir ki, təhsilini bitirəndən qısa müddət sonra işe götürür. 6.3. Koreat 1611-ci ildə Asiya həyatını göstərən kitab çap eləyir. Avropa həyatını göstərən kitab çap eləyirdi. Asiyaya.
1611. European. Asian demir. Daha sonra 6.4'te deyir ki Koreyyatın səyahəti Avropa ilə limitlənməmişdir. Bəli, Hindistan, Asiya və sair yerlərə də gedib. Olacaq true. 5-ci abzas hansı cümlə ilə başlayar? 5-ci abzasda sənə deyir ki, Koreyyat ictimaiyyətə müxtəlif yönlərdə təsir göstərib. Yəni, onun yazılar daha doğrusu. Məsələn, çəngəl mədəniyyəti gətirib, umbrellanı gətiribdir. Koreyyətin yazıları önəmli təsir göstəribdir. Müxtəlif seksiyalar, ictimaiyyətin müxtəlif seksiyalarına önəmli təsir göstərib. Məsələn, çətir gətirib, nə bilim, çəngəl gətirib. Bunlardan danışır. Y bəndə düzdür. 8, 7'de D yazanlar olurdu. Yəni əksəriyyətdən soruşmuşam deyir D yazmış. D səhvdir nəyə görə deyir? Social breakdown yaradır. Social breakdown nədir? İctimaiyyətin çökməsi. Mənə çökmək lazım deyil, inkişaf lazım. Buna görə D səhvdir. 8. Deyir ki, why traveling is symmetry in person indi. Deyir ki, buraları səyahət elədiyi müddətdə nə olub? Evə məktub göndərir, yazları. Səyahət haqqında yazılar yazır, göndərir evə. İndi evdəkilər də götürüb onu çap eləyirlər. Gözləmirlər ki, bu adam gəlsin, çatsın evə. O da gedib ölür, heç gəlib çıxa bilmir. Neysə. A bəndə deyir ki, məktubları itmir, səhvdir. B bəndində deyir ki, e, çap olunmağı kitablarının, yəni məktublarının çap olunmağı uğursuzluğa düçar olur, səhvdir. S'də deyir ki, ətraflı şəkildə təcrübələrinin yazıldığı məktubu evə göndərir. Bəli, göndərir. S bəndi düzdür. D bəndində deyir ki, Koryat özü manage elədi. Yəni gəlib kitabları çap eləyə bildi. Xeyr, özü gəlib çıxa bilmirdi, ölür. Y bəndində də deyir ki, Koryatın nə deyir? Descriptionlar, təsviri, təcrübələri gəlib evə çatmır. Çatır da, Y bəndi səhvdir. Gəldim 9-a. Curious nədir? Maraqlanan, hər şeylə maraqlanan, maraqlı mənasındadır. Yəni interested olacaq. Əmrüz əylənən, experience təcrübəli, indifferent laqeyd, educated təhsilli. Gəldim 10-cu suala. Onun birində deyir ki, Koryat prinsesinə necə kömək edib? Yəni köməyindən danışmıyor ki, gedib prosta onun entertainer olubdu. Amma necə kömək edib demir. 2'de deyir ki, Koryat kollecdə oxuyanda hansı ixtisası oxuyubdu? İxtisasını da deməyibdi, 2-ci çıxdı. 3'də mənə deyir ki, why did people tend to read about travel adventures? Nəyə görə insanlara maraqlı idi? Çünki insanlar oxuyurdular, çünki onlara maraqlı idi başqa ölkələrdəki həyatlar. 3-cünün cavabı var. 4'də Avropadan başqa hara gedibdi deyir. Asya'ya gidip, Hindistan'a gidip, ne bileyim. Eastern Mediterranean'dir orada. Aralıq dənizə gidib. 5-ci, Koreyyat yazıları necə təsir göstəribdi cəmiyyətə? Dedikdə çəngəl gətirib, yəni umbrella gətirib. Bunun da cavabı var. Alacaq cavab 3, 4, 5. Sonra gəldim 11'ə. 11'də deyir ki sənə, burada nədən danışır da soyuducudan danışır. Soyuducu asan formada hazırlanan soyuducu növündən danışır da. Kümün hazırlayıb, dizayn edib. Baxarıq indi buna. 11.1. Human Code Developer Design in Africa. Afrikada öz dizaynını develop edib, inkişaf elətdiribdi. İnkişaf etdirə bilərdi, bəli, etdirə bilərdi. Ona görə də çıxıb gedir Afrikaya. A bəndə düz. It's very difficult for people to make. Okay, deyir ki, insanlar üçün Kumin hazırladığı dizaynda soyuducu düzəltmək çətin idi. Xeyr, it's very simple deyir. O çox asan idi, ona görə də hamı düzəldə bilərdi. Nədən ibarət idi? 2 dənə konteyner çiçəkdir və arasına qum doldururdu, su doldururdu. Günəşdə vurub buxarlandıranda deyir sərinlik yaranır içəridə. Yəni bu asan dizayn idi. 11.3. Cumminin invention'u, ixtirası Arvel'la çox tanınan idi. Çünki çox baha idi. Xeyr, çox simple idi. Ona görə hamı düzəldə bilirdi. Baha deyildi. 11.4'də deyir ki, biznes məktəbini Namibiyada oxuyub, yəni Afrikada. Xeyr, ora könüllü kimi gedib sadəcə. Olacaq false. Sonra gəldim 12-ci suala. Sustainable nə deməkdir? Davamlı, dözümlü və təbiətə ziyan vurmayan. Yəni without harming the environment. Cavab olacaq Yemen'de. Geldim 13'e.
Hansı natural resurslardan istifadə edibdi? Dedik. Qum, su, qum, su, günəş. Qum, su, günəş harda var? Günəş, su, qum. Cavab olaraq C bənd. 14. Komen was able to design. Nəyi dizayn eləmişdi? Ada deyir ki, soyuducu dizayn eləmişdi. Hansı ki, yenilənməyən məhsullardan hazırlanır. Qumla suyun nəyi yenilənməsin? Təbii ki, yenilənə biləndir. Təbiətdən gələn hər şey yenilənə bilən enerjilər sayılır. B bəndi. Təbiətə ziyan vuran qum təbiətə necə ziyan vura bilər ki? B bəndi səhvdir. D-də deyir ki, çoxlu elektrik istifadə edir. Hə, qumu qoşacaqlar avtoka elektrik istifadə eləsin. Səhvdir. 7. Yenidən emal edilə bilməyən məhsullardan hazırlanır. Xeyr. Yenidən emal edilə biləndir. Qumu götürüb tökəsən yerə olacaq təzədən qum. Nəysə. Cavab olur C bəndi. Elə məhsul icad eləyib ki, ona görə çoxlu mükafat alır. Gəldim 15-ə. Hansının cavabı var? İlk dəfə nə vaxt mükafat alıbdı, bilmirəm. Nə qədər su istifadə olunur bu soyuducuya, nə bilim, bilmirəm, soruşmamışam akkumunda nə qədər töymüsən deyə. 3-də nə vaxt dizayn eləyibdi ilk soyuducusunu? Və bir deyilmişik ki, təqribi cavabdır. Yəni ki, konkret il verməsə də təqribi cavab götürə bilərəm. When she was high school student, she designed, deməli, məktəbdə oxuduğu müddətdə neyniyir? Dizayn eləyir bu soyuducunu. Yəni, mənim təqrib cavabım var da, məktəbdə oxuduğum müddətdə deyirəm. Götürəcəm bunu. 4-də nəyə görə gedir Afrikaya? Yeni dizaynlar kəşf etmək üçün 3-4-ü götürərəm. 5-də dedik ki, nə qədər çəkib bunu bizə soxmağı bilmirəm. 16-dan qayda başlayır. Deməli, cümlə növündə found out var, keçmiş zamandadır. Deməli, cümlə nerede keçmişdə olmalıdır. Has indiki zaman, knows indiki zaman, A-yı getdi. B, C, D arasında qalmışam. Birinci boşluqdan sonra anything var. Any bilirəm ki, inkar cümlədə istifadə olunur. Ona görə də mən qabağa inkar qoymalıyam. D təsdiqdir, getdi. B, C arasında qalmışam. C-yə baxan kimi bilir ki, zaten səhvdir. Çünki iki feilin ikisi eynidir. New, non-new. Deyir ki, tələbələr başa düşürlər ki, heç nə bilmirlər. Çünki daha əvvəl bilirdilər. Avtomatik səhv olacaq da. Tələbələr başa düşdülər ki, heç nə bilmirlər. Çünki daha əvvəl öyrənməyiblər. Cavab olacaq B bənd. 17. John was completely against. John qızının getməyinə qarşı idi. Nə üçün getməyinə? Təhsil üçün. Üçün nədir? For. İkinci tərəfə for qoyanda bir dənə cavab bu bəndə çıxır. 18. Hansılar passive voice istifadə oluna bilməz? Passive voice-da istifadə olunmayan konkret feillər var idi. Biz onlara deyirdik təsirsiz feillər. Təsirli feil özündən sonra gələn tamamlıq A, Ə, I kimi tərcümə olunan feillərdir. Məsələn, elə birinci. Boyamaq nəyi? Nəyi nəyə, kimi kimə deyirəmsə, deməli bu feil təsirli feildir və bunu mən passivdə istifadə edə bilirəm. Ona görə də biri seçməyəcəm. Çünki istifadə olunmayan isir. Boyuyla nəyi divara tamamlığım var. Biri çıxdım. Üçdə də deyir ki, tərcümə edirlər. Nəyi? Məqaləni. Üçü də çıxdım. 1-3 çıxanda cavab olur 2-4. Cost qiyməti dəyəri olmaq nəyin? Yəni bu artıq şey deyil. Passive voice çevrilə bilən deyil. Təsirsiz feil. İkini götürəcəm. Afraid of da təsirsiz feildir. Qorxmaq nədən? Nəyi nəyə demədim, kimi kimə demədim. Nədən dedim. 4 də səhvdir. Ona görə cavab olur 2-4. 19. Düzgün inkar cümləni tapın. They haven't breakfast. Birincisi have breakfast bir ifadədir və have and breakfast arasında inkar girməməlidir. Ya burada olmalıydı haven't had breakfast, ya da olmalıydı don't have breakfast. İndi bir də belə danışaq. Əgər have has inkar qəbul edilibsə, deməli köməkçi feildir. Cümlədə köməkçi feildən sonra əsas feil gəlməlidir. Bu cümlənin xəbəri yoxdur. Çünki promo isim gəlir. B bəndi no-dan sonra artikel olmaz. D bəndi inkar cümlədə needn't to, haven't to, hasn't to, hadn't to, səhvdir. Y bəndi inkardan əvvəl eni yazılmamalıdır, inkardan sonra yazılmalıdır. Səhvdir. İnkardan əvvəl sam yazılır, inkardan sonra eni. Cavab olur C. İnkar nayzə ilə düzəlib, nayzə cümləni təklikdə inkarlaşdırıb və inkar cümlənin sonuna biz bilirik ki, either, yəni ayza qoya bilirik. S bəndi düz. 20. Conjunctionlar. Sol zət, saç zət qaydasıdır. Deməli, nə vaxt sual qoyurduq, nə vaxt saç qoyurduq. Very zət, as zət və boşluq zət istifadə etməyəcəyik. Qrammatik cəhətdən səhvdir.
Həmçinin bu məna cəhətdən də səhvdir. Gəlirəm. Saçla son istifadə edəcəm. Very zət deyə bilməcə ifadə yoxdur. Yəni burada uşaqlar deyir ki, very small deyirsən axı. Very small deyirsən. Amma ki, very small zət demirsən. Ona görə də Y səhvdir. İndi saçdan sonra isim gəlməlidir, sonradan sonra sifət. Burada smalldan sonra cat desəydi, isim versəydi cavab B olardı. Çünki saçdan sonra isim gəlməlidir. Amma ancaq sifət verib ismim yoxdur. Ona görə olur so small. Cavab D. 21. Complex sentence qaydası. Complex sentence-də variantlar sual cümləsi olmaz. A bəndi sual cümləsi formasındadır. Have qabağa keçib, səhvdir. Y bəndi sualdır, did qabağa keçib, səhvdir. Z mübtədadır. Mübtədadan əvvələ köməkçi feil keçirsə, deməli cümlə sual cümləsidir, səhv olacaq. C bəndi when, what time-dan sonra həfəz gəlməz. Want to know-dan sonra zət gəlməz. D da getdi. Cavab oldu B bəndi. B. 22. To work in the hospital, değil mi? O gedib Nepala 3 aylıq. Nə üçün gedibdi? Hospitalda işləmək üçün. Niyə gedib? Ya cavabım what for-nandır, ya da why-nandır. Where-ə çıxıram, where-ə çıxıram. Burada bir dənə mansın altından xətt çəkilib deyə when götürənlər var. Ümumiyyətcə, yəni when-i hara farasan qoya bilməzsən. Niyə? Tutaq ki, for 3 months-a görə when qoymusan, düzdür. For 3 months 3 aydır, 3 aylıq. Okey, buna deməliyim how long. Bunun sualı, forun sualı how long-la verilir. Nə qədərdir gedib? Yəni, heç when-lə də vermirsən sualı ki, deyim ki, cavab when-dir. When getdi, where getdi. Ya A-dır, ya B-dir, ya D-dir. Why-la bilirəm ki, for işlənmir. What-la for işlənir. Getdi. A, B arasında qalmışam. B bəndində köməkçi feil yoxdur. Sual cümləsinin strukturu. Sual sözü, köməkçi feil, mübtəda, xəbər. Burada did he go olmalıydı, səhvdir. Cavab olur A. 23. Ömər Xəyyam kiminki poemaları whose poems olacaq? İnsanla ismin ortasına demişəm ki whose qoyun. Bura whom yazan tələbələr var idi. Birinci bu botu çıxaq. Bot deyə nisbə vəziyimiz yox. Getsin. Digərlərini çıxdaşdan necə tapırsınız? Mən bilirəm ki, zət, whose və where-dən başqa bütün nisbə vəzikləri əvəz eləyir. Məntiqən belə fikirləşsək, yəni mən boşluğa whom qoysam, gərək zət də qoyum da. Zət çünki whom-u əvəz edirəm. Bir sualın da iki cavabı olmaz, avtomatik B də gedir, Y də gedir. Gəldim, what deyə nisbə vəziyim yox idi. Bu boşluğa which qoysam və which zət which-i əvəz edir deyə avtomatik bu ikisi də gedir. Bir dənə qalır whose da geriyə. Cavab olur A bəndi. Əgər belə çıxır ki, variantlarda zət varsa, cavabım zətin əvəz eləyə bilmədiyidir. Çünki zəti nə ilə qoysan, gərək onu da əvəz eləsin. 24. Fortunately, xoşbəxtlikdən deməkdir. Xoşbəxtlikdən deyirəm sizə, mənim vaxtım var ki, xoşbəxtlikdən deyirəm də. Vaxtım olmasaydı, unfortunate deyərdim, bədbəxtlikdən. Deyəcəm, çox vaxtım var, biraz vaxtım var, kifayət qədər vaxtım var. I have much time, I have a little time, biraz vaxtım var. I have enough time, kifayət qədər vaxtım var. Little-la a little-ın fərqi nə idi? A little biraz deməkdir, little az deməkdir. Little-la only a little-ı çıxacam, cavab olacaq 1, 3, 4. Only a little, just a little. Çox az deməkdir, quite a little çox deməkdir. Cavab 1, 3, 4, o da B bəndi. Gəldim 25-ə. Məntiqi düzgün olanı seç. O çox məsuliyyətli şəxsdir, ona görə də heç vaxt qatara vaxtına çatmır. Məsuliyyətlidirsə çatar da, çatmaz demərəm ki, bir get. 2. John hamıya yaxşılıq eləyir, ona görə də hamına hörmət edir, düzdür. 3. Əgər sən hörmət edilmək istəyirsənsə, əgər sən istəyirsən ki, hamı sənə hörmət etsin, try to hinder, hamıya pislik elə. Yəni, burada qarşısını almaq deməkdir, quyusunu qazmaq bir sözlə də. 3-ü götürməyəcəm, 1-i götürməyəcəm, cavab olacaq 2, 4. Açıq aşkardır ki, çox çalışsan, çox uğur əldə edərsən. Cavab olur 2, 4, D bənd. 26. Hamısı quizin, aman, lüğətin sözləridir. Reluctant həvəssiz deməkdir. Hesitate həvəssiz olmaq. 1B. Exhaustun 2 dənə mənası var. Yorulub əldən düşmək. Bir də exhaust borusu deyirlər türklər. Maşının arxasında boru var ya, tüstünün çıxdığı, bax o hissə. İndi o da olur A bəndi. Victim qurbandır, hansı ki hücuma məruz qalır. 3-ə C qoyanda bir dənə cavab onsuz da C-dir. Gəldim. 27.
Təbiəti qorumaq üçün nə etməlisən? Ekoloji cəhətdən təhlükəli yanacaq istifadə etməlisən, səhvdir. Çoxlu şampun istifadə etməlisən, səhvdir. Bir ikini çıxanda avtomatik bütün cavablar gedir. Bir də qalar 3-4. Kimyəvi istifadə etməməlisən, plastik almaqdan qaçınmalısan. 5-də isə deyir ki, otaqdan çıxanda işığı yanına qoymalısan, bu da səhvdir. 28. Verilən cümlə ekvivalentlidir, yəni eyni mənalısını. Yaxşı dostlar deyir ki, heyvan da olar, insan da olar. But whichever they are, amma hansı olur olsun. It's wonderful to have them. Onlara sahib olmaq yaxşı bir şeydir. Deməli, bunun ekvivalentini istəyirsə, mən həm yaxşı dost kimi insanı da götürməliyəm, heyvanı da. Ancaq heyvan ya da ancaq insan versə səhv olacaq avtomatik. A bəndi. It's wonderful to have animal instead of human. Deyir ki, insan əvəzinə heyvan dostu olmağı yaxşıdır. Mən də dedim ki, gərək ikisi də olsun da, biri olsun, yox. B bəndi. Heyvanlar möhtəşəm olduqlarına görə they often good friend of human being. İnsanların yaxşı dostudurlar, səhvdir. Yenə ancaq heyvan dedi. C bəndi. Fərqi yoxdur. Whether they are human being or animal. Fərqi yoxdur, insandır yoxsa heyvandır. It's great to have a good friend. Yaxşı dostlara sahib olmaq əladır. Cavab olar C, çünki ikisini də verir. D-da deyir ki, heyvanlar insanların yaxşı dostu ola bilər, ancaq birini verib səhvdir. Y-də deyir ki, insanlar üçün heyvan dostu olmağı önəmlidir, bu da səhvdir. 29. Deyir ki, mənim bir dənə xoşsuz dostum var, adı Mike'dır. Bir gün Mike'a deyirəm ki, gəl bizə 4-cü gün. Sonra 4-cü gün gəlib çıxanda hamı gəlir Mike'dan başqa. 5-ci gün qəfildən Mike gəlir, durur qapımda, qapımı döyür. Mən də onu görəndə deyinirəm, əsəbləşirəm ki, 5-ci gündür, 4-cü gün deyil, sən çox diqqətsizsən. O da gülür və deyir ki, mən 4-cü gün gəlməli idim. Əgər burada will come desəydi, cavab B bəndə olardı, gələrəm. Amma would come, gəlməli, gələcəkdim mənasında olduğu üçün gərək cavabım Y bəndə olsun. Gələcəkdim deyirəmsə, gərək bunu axıra burada. Gəldim 30-a. My daughter is so emotional girl. Mənim qızım çox emosionaldır. İki tərəfə də ya negativ, ya da pozitiv. Ona görə də onun dünən qəmgin baxışından başa düşdüm ki, nəsə pis bir şey baş verib. Sad and awful. Digər variantların hamısı mənfi, müsbət, mənfi, müsbət, mənfi, müsbət, müsbət, mənfi. Mən demərəm ki, onun əsəbi baxışından başa düşdüm ki, əla bir şey baş verib. Əsəbi isə pis bir şey baş verəcəkdi. Olacaq B bəndi. Nəysə. İzahımız bu qədər idi. Yəqin ki, aydın olar hamıya. Əksəriyyət dərsə gəlmişdi. Dərsə gəlməyənlər üçün çəkmişəm bunu. Yəni, ümid edirəm ki, aydındır. Aydın deyilsə özümə yazıb soruşarsınız. Sağ olun.